Mən Fidanı itirməmişdən öncə o qədər dostum çevrəm var idi ki, amma Fidanın 3 günü bitdi. Mən 3 gün hamıdan üzr istədim. Bunu həmişə deyirəm. 3 gün hamıdan üzr istədim ki, bağışlayayım, bir dənə bunları yola salım, bir dənə qarşılayayım cəmaatı. Amma 4-cü gün evin qabağında uşaqlarım qucağımdaydı. Mən adam tapmadım ki, bir nəfər veşlərimi qaldırsın, mən uşaqları evə qaldırım. Ne danışırsınız? Mən ayın 11-i bütün hamını bastırdım burada Fidanla bərabər. Ona görə də mən qaçmışam, dağlardayım. Şəhərdən uzaq, insanlardan uzaq, ancaq gedirəm rayonlarda. Bura qohumlar da aiddir. Hamısı. Məni izləyəcəklər böyük ehtimal, amma burada həmişə demişəm. Düzdür, var hisslərində maraqlanan, amma bilirsiniz necədir? Mən insanları belə bilmirdim, mən insanları sevirdim. Amma bir əzizi itirəndən sonra, doğmağı itirəndən sonra görürsən ki, elə mən də ölsəydim, demək 3 gün sonra dədəm anam tək qalardı, övladlarım tək qalardı. İnsanlar sənə bugünkü şəraitimə görə, nə bilim, altındakı maşını var, cibindəki puluva görə var. Hamı yazır uşaqlar necədir, uşaqlar nətərdir, necə olub. Amma heç kəs soruşmur, sən necəsən? Demir ki, sən necəsən? Bir də anamdan başqa 5 ayda heç kim demir ki, bugün nə yemirsən? Ürəyin istəyən bir yemək var mı, məsəl üçün?